Əzizlər, deməli, bugünkü qonaqlarımızdan biri BMW F30 avtomobilidir. Bu avtomobil 2 turbo dizel mərkəz sahibdir və Koreya istehsaldır. Avtomobil sahibi 95 min zəmi yürüyüş məsafəsi ilə Koreyanın daxili bazarına alıb bizim yanımıza gətirib. Deməli, bu avtomobili biz günorta yoxlanış elədik, baxış keçirdik. Avtomobildə ancaq və ancaq aşağı sürətdə boğulma var idi. Bir neçə problemlər vardı. Onların dərdini tapdıq, düzəltdik və bundan əlavə olaraq qardaş dedi ki, elə bunun sisteminə baxaq görə nə vəziyyətdədir. Bu avtomobilin ümumi B47 motorda yeni nəsil mühərrikdir. 2 turbo dizel mühərriki sahibdir və ümumi sistemin qulluq elədiyi, deməli, zaslonkadır, hava kollektordur, YGR gedən sistemdir, samvardır, DPF filtrdir, yəni qurumsuz gəzi və yaxud da ki, sadəcə filtr deyirlər, katalizator sistemi. Bütün hamısı tamamilə yuyuldu, zəmanətli formada və qardaşımıza təhvil verdik. İndi bir şey nəzərdə çatdırmaq istəyirəm ki, artıq biz bütün BMW-lər üçün, dizel mühərriklər üçün endirim kampaniyası eləmişik. Bu endirim kampaniyası ümumi sistemə aiddir. Ümumi sistemi paket şəklində, paket formasında yuyulmasına aiddir. Ətraflı məlumat üçün nömrələrimizlə əlaqə saxlayın. Həmin nömrəmizin WhatsApp-ı da var. Təşəkkürlər, izləmədə qalın.